21-ci əsrdə Azərbaycan müəllimi niyə dəyişimin özü olmalıdır? Günümüzün təhsili, yəni 21-ci əsrin təhsili əvvəlki əsrlərə bənzəmir. Texnologiya sürətlənir, şagirdlərin ehtiyacı dəyişir və cəmiyyətin gözləntiləri artır. Elə buna görə də müəllim artıq təkcə məlumat verən deyil, dəyişimin agentidir. Bəs dəyişimin agenti olmaq nə deməkdir? Bugün müəllim texnologiyanı dərsə inteqrasiya edən, şagirdə tənqidi düşünməyi öyrədən, fərqli uşaqlar üçün diferensial tədris quran, sinifdə sosial-emosional mühiti qoruyan və ən əsası öyrənməni davam etdirən insandır. Çünki dəyişən dünya yeni bacarıqlar tələb edir. Problem həlli, əməkdaşlıq, rəqəmsal savad və qlobal düşüncə. Bütün bunların mərkəzində isə yenə də müəllim dayanır. Müəllim dəyişimi sadəcə izləməməlidir, dəyişimi başlamalıdır. Açıq düşüncə, yeniliyə hazır olmaq və davamlı inkişaf. Bunlar 21-ci əsr müəlliminin əsas gücüdür. Azərbaycan müəllimi hər gün sinifə girəndə əslində bir gələcək formalaşdırır. Və bu əsrdə ən böyük dəyişiklik bir uşağın düşüncə tərzini dəyişməkdir. Dəyişimin agenti olmaq sadəcə vəzifə deyil, bu müəllimin missiyasıdır.